ala bilərsiniz marketdən, öz ən ucuz variantdan hansı ucuzdursa onu ala bilərsiniz. Heç bir bahalı variantını da onların almayın. Hamısı eyni zibildir. Amma qida məsələsində marketdən heç nə almayın. Ələxüsusda sənaye üsulundan hazırlanmış. 91-ci ilə kimi eləmək olardı. 91-dən sonra əks inqilab baş verdi. Kapitalizmdir deyə qətiyyən icazəsi yoxdur. Ondansa gedin, təbii bazardan, kimsə tanıdığınız bir kənd məhsulları, istehsalçısı varsa da oradan birbaşa ala bilərsiniz. Xərçəngdən müalicə dərmanlarının qiyməti hazırda olduqca çox bahadır. Bu o deməkdir ki, yəni əgər pulun yoxsa və ya kasıbsansa elə ölməlisən. Burada belədir də vəziyyət. Deyək ki, bir preparatı vasitəçilər çıxardırlar, farmasevtlər. Onlar buna xeyli pul sərf eləyirlər ki, sonra təzədən pul qazansınlar. Və onlar müalicə üçün deyil. Amma deyək ki, ağrı kəsici. Biri 5 qəpiyə buraxır, biri 10 qəpiyə, biri 1 manata, biri 10 manata, biri 1000 manata, biri 10.000 manata. Deyək ki, 10.000 manata buraxılan ağrı kəsici hesab olunur ki, daha yaxşıdır da.